Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Əziz müminlər, Allahın izni ilə bu gün də bir şər'i məsələ oxuyub siz əzizlərin nəzərinə çatdırarıq. Məsələnin mövzusu qəza namazlarını cəm şəkildə cəmaatla qılmaqdır. Görək, bu iş icazəlidir, yoxsa icazəli deyil. Bu məsələni inşallah oxuyaram. Seyyid Əli Sistaninin Minhacus Salihin adlı risaləsindən 1-ci cild məsələ 732. İstəyən şəxslər də müraciət edə bilər. Seyyid buyurur ki, yəcuzu icazəlidir, bəl yustahabbu, bəlkə müstəhəbdir həm də. Nə müstəhəbdir? Əl-ityanu bil-qəda cəmaətən. Qəza namazını cəm şəkildə qılmaq müstəhəbdir. Sevaun əkanəl imam qadiyən əydən əm müəddiyən. Seyyid buyurur ki, fərqi yoxdur. İmam, yəni həmin cəmaat namazını imamı, piş namaz özü qəza namazı qılır, yaxud əda qılır, fərqi yoxdur. Yəni tutaq ki, onun da boynunda qəzası var, o qəza namazı qılır. Sən də ona iqtidə edib qəza namazı qıla bilər. Yaxud o əda namazı qılır, sən öz qəza namazını ona iqtidə edib qılırsan, bu fərqi yoxdur. Və la yəcib ittihadu salatul imam vəl məmum. Çünki imamla məmumun, yəni piş namazla ona iqtidə edən şəxsin namazının ikisinin də eyni olması vacib deyil. Biri qəza qılır, biri əda qılır, fərqi yoxdur. Fəyəcuzu iqtidau mən yəqdi İhdəs sələvatil yevmiyyə bimən yusəlləl uxra. Seyyid buyurur ki, icazəlidir bir şəxs gündəlik namazlarının qəzasını iqtidə eləsin, qılsın, o piş namaza ki, həmin piş namaz başqa bir namaz qılır, fərqi yoxdur. İstər qəza da qılsa iqtidə eləyə bilər, adi əda namazlarını da qılsa iqtidə eləyə bilər. Şəxs öz qəza namazlarını da ona iqtidə edə bilər. Demək, bu məsələdən də başa düşdük ki, qəza namazlarını da cəm şəkildə cəmaatla qılmaq icazəlidir, hətta müstəhəbdir. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.